Hər birinizi xoş gördük yenidən. Sizlərlə bugün cümlə üzvlərinin təhlilini verməyə çalışacağım. Təbii ki, baş üzvlərdən gedir söhbət. Əvvələn gəlin danışaq, cümlə özü nədir? Cümlə biz demişdik ki, bitmiş fikri ifadə edir. Məsələn, biz cümləyə başqa cür təriflər də verə bilərik. Cümlədə intonasiya bitkinliyi olmalıdır. Cümlə bitmiş fikri ifadə edən müəyyən söz və söz birləşməsindən ibarət ola bilər. Məsələn, deyərəm ki, bax, qaranlıq hava. Burada fikir bitkinliyi yoxdur. Qaranlıq hava biz bilirik ki, ismi birləşmədir. Amma qaranlıq havadır. Bir dənə xəbərlik şəkilçisini artırdım, fikir bitkinliyi oldu. Nəyin hesabına? Söz birləşməsinin hesabına cümlə yaratdım. Bir də deyirəm ki, axşamdır. Deməli, cümlə bir sözdən də ibarət ola bilər. Həmçinin uzun cümlələrdən, uzun bir neçə sözlərin, uzun bir neçə söz birləşmələrinin, qeyri-təyin ismi birləşmələrin, fe'li birləşmələrin köməyi ilə də təşkil oluna bilər. Amma fikir bitkinliyi olandan sonra. Yəni, söz birləşməsi və cümlənin fərqini bildik. Dedik ki, cümlə bitmiş fikri ifadə etməlidir. Bax, tutalım deyirəm, axşam. Bu sadəcə bir sözdür. Fikir bitkinliyi yoxdur, amma deyirəm, axşamdır. Yazmışam artıq. Tutalım deyirəm ki, axşam düşdü, gecədir, tezdir və s. Bu məncə aydındır. Var bizdə sadə cümlə, bir də var mürəkkəb cümlə anlayışları. Sadə cümlənin bir qrammatik əsası olur. Sadə cümlənin bircə dənə qrammatik əsası var. Tutalım deyirəm ki, avtobus dayandı. Dayanan nədir? Avtobusdur, düzdür? Sadə cümlənin bir qrammatik əsası dedikdə, baş üzvlərdən biri olmalıdır. Yəni, hərəsindən bir dənə. Burada mübtədadan da bir dənədir, xəbərdən də bir dənədir. Davam edirəm, mürəkkəb cümlə. 2 və daha artıq qrammatik əsası olmalıdır. 2 və daha artıq qrammatik əsası olmalıdır. Yazıram eyni cümləni. Avtobus dayandı. Sərnişinlər içəri daxil oldu. İçəri daxil olan kimdir? Sərnişinlər. Dayanan nədir? Avtobus. Sözlərin ayrı-ayrı deməli qrammatik əsasları var. Avtobus deməli dayandı aiddir avtobusa, içəri daxil olan aiddir sərnişinlərə, yaxud da əksinə baxa bilərsiniz. 2 və daha çox qrammatik əsası olur. Nə deməkdir? Yəni həmin cümlədə 2 dənə mübtəda, 2 dənə xəbər olmalıdır. Yəni bu tip cümlələrdə. İndi başqa necə ola bilər? Tutalım deyirəm ki, eyni qabdan toyuqlar, cücələr, qazlar suyu içdilər. Nə etdilər, içdilər, nə içdilər, suyu içdilər? Bunlar bizə lazım deyil. Bax, toyuqlar, cücələr, qazlar. Amma xəbərimiz bir dənədir. Suyu içən kimlərdir? Toyuqlar, cücələr, qazlar. Həmcinslik varsa mürəkkəb deyil. Aydındır, sadə cümlənin tərkibində olacaq çox vaxt. Yaxşımı? Təbii ki, biz həmcinsliyi nə qədər uzada bilərik, orada artıq başqa söhbətlər olacaq. Belə. Yəni, siz deməyin ki, burada 3 dənə mübtəda var, amma o 3 dənə mübtəda nəyə aiddir? Bir dənə xəbərə aiddir. Aydındır. Yəni, burada başqa məsələlər də olardı cümlənin davamında. Bu belə. Bizdə bir də var müxtəsər cümlə və geniş cümlə anlayışları. Müxtəsər cümlədə baş üzvlər iştirak etməlidir. Hökmən hamısı mı? Xeyr. Tutalım deyirəm, uşaqlar gəldi. Uşaqlar gəldilər olmalıdır. Uşaqlar gəldilər. Burada mübtəda uşaqlardır, xəbərimiz gəldilərdir. Düzdürmü? Yəni baş üzvlərdən hər ikisi olmalıdır. Bir də var ki, baş üzvlərdən biri olsun. Yəni xəbərin hesabına da yazdım, cümləni yazıram, axşamdır, səhərdir, gecdir, tezdir. Yəni, təkcə xəbərdən də ibarət ola bilər cümlə. Bu cümlədə deməli olacaq müxtəsər, hər ikisi. Bir də tutalım deyirəm ki, Azər getdi. Nə etdi? Getdi, kim? Azər. Bu cümlədə olacaq müxtəsər. Yəni, bir mübtədası, bir xəbəri varsa, müxtəsər cümlə hesab olunur. Mübtədası yoxdursa, xəbərdən ibarətsə yenə müxtəsər cümlə hesab edilməlidir. Daha sonra bizdə var geniş cümlə anlayışı. Geniş cümlə anlayışında lap yaxşı. Bax, elə ikinci cümlədə biraz düzəlişlər eləyərək geniş cümlədə üzərindən gedək. Azər
Sakit getdi. Yenə xəbərimizin altından xətt çəkilir. Nəfəs də getdi, sakit getdi. Düzdür? Deməli, biz burada deyirik ki, geniş cümlədə ikinci dərəcəli üzvlərdən hökmən bir dənəsi iştirak etməlidir. Minimum bir dənə, yəni. Tamamlıq da ola bilər, təyin də ola bilər. Görülmüş olduğu kimi zərflik də neyniyər ola bilər. Burada da zərfliyimiz var deyə, bu bizdə olacaq nə? Geniş cümlə anlayışları. Bu qədər. Yəni, cümlə, bir də deyirəm, bitmiş fikri ifadə edir, cümlədə intonasiya biçimi olmalıdır, cümlə bir sözdən ibarət ola bilər, cümlə ismi birləşmələrdən, fe'li birləşmələrdən, qeyri-təyin ismi birləşmələrdən də ibarət ola bilər. Onların üzərindən müəyyən müvafiq şəkilçilər artırılmaqla fikir biçimini yaradırsa, videonun əvvəlində qeyd etdiyim şəkildə. Daha sonra gəlir cümlə üzvləri. Tərifi falan lazım deyil, cümlə üzvləri konkret olaraq biz iki qrupa bölürük. Baş üzvlər, ikinci dərəcəli üzvlər. Yəni, tərifi də lazım deyil deyəndə əslində lazım deyil. Sadəcə siz bilirsiniz ki, onlar öz aralarında qrammatik şəkildə bağlı olacaqlar. Baş üzvlərimiz deməli olacaq mübtəda və xəbər. Biz bu gün haqqında deməli əsasən baş üzvlərdən danışacağıq. Mübtəda və xəbər. Mübtəda deyirik ki, haqqında danışılan şəxsi yaxud da əşyanı bildirir. Xəbər və mübtədanın aralarındakı əlaqədə mübtəda bizdə daim aparıcıdır. Uşaqlara biz deyirik, mübtəda elə ki, anadır, evi idarə edən əsas orqanımız. Əsas orqanımız anadır. Mübtədadır. Tutalım deyirəm ki, sən gəlirsən. Buradakı sən siz bilirsiniz ki, şəxs sonluğudur. Bunu da müəyyən eləyən, bax bu başdır. Yəni mübtədadır. Sən mübtədasıdır. Aydındır. Tutalım deyir ki, mən yazıram. Mən bunun xəbər olduğunu ondan ötürü bilirəm ki, mənim mübtədam bəllidir. Birinci şəxsin təkindədir. Mübtəda biz nə demişdik keçəndə bu uzlaşma əlaqəsində? Mübtədamız hansı şəxsdədirsə, xəbərimiz də onunla eləməlidir, uyğunlaşmalı, uzlaşmalıdır. Daha sonra, mübtədalar quruluşca sadə və mürəkkəb ola bilər. Əgər mübtəda, bayaq yazmış olduğum kimi, əsas nitq hissələri də ifadə olunursa, mübtəda quruluşca sadə və mürəkkəb ola bilər. Sadə mübtədalar, tutalım deyirəm ki, həsrət inadla vuruşurdu. Nə edirdi vuruşurdu, nə tərzdə vuruşurdu, inadla kim? Həsrət. Bax, sadə mübtədadır. Sadə mübtədalar ifadə oluna bilər nələrlə? İsimlə, sifətlə, sayla, əvəzliklə, zərflə və s. Danışacağıq haqqında hamısı. Danışaq sonra keçək mürəkkəblərə. Sadə mübtədalar tutalım deyirəm ki, birincilər gəldi. Siz artıq burada isimləşmə məqamını bilirsiniz, sayın isimləşməsi. Nə etdi gəldi, əvvəlcə bunu tapmalıydım. Nə etdi gəldi kim? Birincilər. Yaxud da deyirəm ki, yuxarılar narazıdır. Bax, zərflə ifadə olunur. Yuxarılar bu işlə narazıdır. Kim? Yuxarılar. Yəni, mübtədanın ifadə vasitələri çoxdur. İsimlə, sifətlə, zərflə və s. ifadə oluna bilər. Müvafiq şəkildə. Bir də o, bu əvəzlikləri məsələsi var. Əslində biz bu barədə də danışmışıq. O, bu. Yadımdayken bunu da yazım. Bura qayıdacaq. Əgər sizin əvəzlikdə vergül məsələsində probleminiz varsa, qayıtmalısınız əvəzliyin video izahına. Yaxud da gelin özünüz oxuyun. Biz artıq o budan sonra harada vergül gələr, harada vergül gəlməz, bunları bilirik. Biz demişdik ki, o budan sonra əvəzlik və feil gələrsə, köməkçi hissələri gələrsə, vergül qoyulmurdu. Amma istisnalarımız var idi. Deməli, köməkçi hissələrindən modal sözlər, nidalar, burada istisna idi. Feildən də feili sifət, burada istisnamız idi. Deməli, köməkçi hissələrindən modal söz və nida, feildən də feili sifət istisnadır ki, bunlar vergül tələb edirdi. Aydındır? Tutalım deyirəm ki, o mənəm. O mənəm. Bax, o neçənci şəxsdədir?
O burada mənəm, sənsən, odur. O konkret olaraq üçüncü şəxsdədir. Mən birinci şəxsdədir. Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi pozuldu. Biz bunu keçən dəfə də danışmışdıq. Amma problem deyil. O burada yenə də mübtəda vəzifəsində çıxış edəcək. Bu belə, yəni bu qədər sadədir hələ ki. Mürəkkəb mübtədalar nə deməkdir? Mürəkkəb mübtədalar söz birləşmələrlə, mürəkkəb adlarla, ismi birləşmələrlə, deməli, feil birləşmələrlə, daha çox ismi birləşmələrlə, qeyri-təbii ismi birləşmələrlə və s. ifadə oluna bilər. Gəlin feili birləşmə dedim, bir dənə yazır mürəkkəbə feili birləşməyə. Tutalım deyirəm ki, iclasda gecikənlər, anən var, feil sifətin şəxs olunur var. İclasda gecikənlər gəldi. Nə etdi gəldi? Kim? İclasda gecikənlər. Yaxud da deyirəm ki, Mirzə Fətəli Axundov komediya müəllifidir. Komediya müəllifidir. Kim? Mirzə Fətəli Axundov. Mürəkkəb adlarla ifadə olundu. Biz görürük, deməli, feili birləşmələrlə, mürəkkəb adlarla bir dənə yazıb ismi birləşməklə ifadə olunsun. Elə davam edir. Tutalım, deyirəm ki, vətən həsrəti məni yandırır, yaxır. Düzdür? Nədir yandırır, yaxır kimi məni? Nə? Vətən həsrəti. Aydın ola bilər, vətən həsrəti də ola bilər. Burada heç bir fərqi yoxdur. Artıq siz ikinci və üçüncü nöqtələr söz birləşmələrini mənə elə gəlir ki, fərqini bilirsiniz. Deməli, mürəkkəb mübtədalar ismi birləşmələrlə, feili birləşmələrlə, mürəkkəb adlarla ifadə oluna bilər. Və s. Hələ ki, bu qədər. Biz danışacağıq haqqında, deməli, feildə ol, et, bil məsələlərindən, ora məsələlərindən, var, yox, bəs, gərək, mümkün, idi, imişdən və s. Bunu da saxlayırıq feilə. Mübtədadan sonuncu olaraq danışacağım. Əslində sonuncu deyil, xəbərdən sonra mübtədaya biraz da qayıdacaq, xəbəri biləndən sonra. Tutalım, bizə testlərdə verir ki, biz dedik ki, mübtəda kim, nə, hara suallarından birinə cavab olmalıdır. Kim, nə, bəzən də hara suallarından deməli birinə cavab olacaq. Sərindir. Hə. Nə, ora, yaxud da hara, ora. Düzdür, mübtədadır. Hə. Nə et, gəl, hara, ora. Tutalım, bu da belə, hara sualına hər ikisi cavab verir. Bax, bir dənə də yazdım aşağıdan. Bax, tutalım, deyirəm ki, Bakı gözəldir. İndi biləcəksiniz fərqi. Gözəldir. Nə, yaxud da hara, Bakı. Aysu. Əgər söz ya şəkilçisi götürürsə, bu mübtəda deyil. Bax, oraya sərindir. Deyə bilirəm? Yox, deyə bilmirəm. Deməli, götürmədi. Götürürsə zərflikdir. Bax, oraya gəl. Götürür, düzdür. Deməli, xəttimizi genişləndirirəm. Aydındır. Götürürsə zərflikdir. Burada durandan gedir, daha sonra. Xəbərdən hələ ki danışmır. Götürülürsə mübtədadır. Aydındır. Bakıya gözəldir. İndi mən deyə bildim. Yox, deyə bilmədim. Deməli, burada da elə həqiqətən də mübtəda imiş. Bir də burada qoyduq cibimizə. Keçdik xəbərə. Xəbər mübtədaya aid hərəkət və yaxud da hökmü bildirən baş üzvlərdən biridir. İkincisidir. Biz dedik ki, xəbəri müəyyənləşdirən mübtədamız hesab olunacaq. Xəbərin sualları müxtəlifdir. Məsəl üçün, nə etmək və civarında olan suallar, nə etdik, nə edəcək və s. olacaq xeyli xəbərin sualları. Gəlin deyək ki, birinci, xəbər iki yerə bölünür. İsmi xəbər var, feili xəbər. Nə etdi, nə edəcək, nə etmək və s. bağlı olan suallar harada görsək, deyəcək ki, bu bizdə deməli, hesab olunur feili xəbər. Yox, əgər haradadır, haradandır, kimdir, nədir, necədir və s. görsək, deyəcək ki, ismi xəbər hesab olunacaq. Deməli, xəbərlər bölünür. İsmi xəbərə bax, haradadır, haradandır, ismi xəbərin suallarıdır, ha? Yəni, xəbərdə də bu suallar var. Yaxşımı? Feili xəbər və sualların artıq demiş olduq. Belə, xəbər də quruluşda sadə, mürəkkəb hesab oluna bilər. Oradakı qaydada eynən mübtədada olduğu kimidir. Belə. İsmi xəbərində ifadə vasitələri var, feili xəbərində ifadə vasitələri var. Oradakı qaydada eynən mübtədada olduğu kimidir. Tutalım, deyirəm ki, meşə sərindir. Necədir?
sərindir. Nə? Meşə. Deyirsən ki, sadə ismi xəbərdir, nə ilə ifadə olunur? Sifətlə ifadə olunur. Aydındır. Yaxud da deyirəm ki, sinif qaranlıqdır. Necədir? Yenə qaranlıqdır və s. Adlar da ifadə olunacaq. Aydındır. Bu belə. Feillər də feili xəbərdə isə feilin şəkilləri ilə ifadə olunmalıdır. Şəkilləri ilə, zamanları ilə və s. Bildiyimiz o feil. Yəni, yenə də feildə sizin zərifliyiniz varsa, qayıdıb bir bağlanacaq feilin birinci hissəsinə baxa bilərsiniz. Bu belə. Demək olar ki, şablon cümlələr bunlardır. Bizdə lazımlı məqamlar nələrdir? Uzun mən cümlələr yazacağım, burada artıq tutacaqsınız. İsim xəbər hansıdır, feil xəbər hansıdır? Ol, et, bil, qıllar məsələsi. Ol, et, bil. Tutalım deyirəm ki, ona kömək etdim. Biz bilirdik ki, burada müstəqil feil deyil, amma yenə də feili xəbərdir. Düzdür, müstəqil olmasa da nə etdim? Kömək etdim kimə? Ona, tamamlıq və s. Müstəqil olmasa da, bax, kömək etmək, tutalım deyirəm ki, onunla dost oldum. Nə etdim? Dost oldum. Kiminlə? Onunla. Müstəqil olmasa da nədir? Feili xəbərdir. Bu bir dənə qoyduq, bunu da qoyduq cibimizə, cibimiz doldu artıq. Ol, et, billər, müstəqil xəbər deyil. Nə zaman müstəqil ola bilər? Tutalım, deyirəm ki, tutalım, nə deyim? Mən Afrikada oldum. Yalansa. Afrikada oldum. Əgər olmaq burada yaşamaq mənasındadırsa, müstəqildir, bu da feili xəbərdir. Aydındır, etdim. Tutalım, deyirəm ki, mən tapşırıqlarımı yerinə getirdim mənasında etdim yaza bilərəm. Mən tapşırıqlarımı etdim. Nə etdim? Etdim ki, mən nəyi tapşırıqlarımı tamamladım və s. Etdim, yəni yerinə yetirdim. Bu da olacaq feili xəbər, özdə necə? Sadə olacaq. Artıq aydındır. Bu belə, bunlar rahatdır. Yəni, müəyyən feili birləşmə ilə ifadə olunubsa, deyəsən ki, yəni feili birləşmə, müstəqil feili birləşmə varsa, deyəsən ki, bu mürəkkəb xəbərdir. Yox, əgər sadə söz varsa, burada da olacaq nə? Sadə xəbər. Aydındır. Və salam şu tamam feildən hələ ki, bu qədər keçirik feilin ən lazımlı məqamlarına. Ümumiyyətlə, xəbərin daha doğrusu ən lazımlı məqamlarına. Mən orada yazmışam ki, var, yox, bəs, məcəl, lazım, mümkün, gərək və s. Tutalım deyirəm ki, mənim gözəl yaddaşım var. Mən ən əsas məqamları həmişə sona saxlayıram və ümumi məlumat verilmişsə isim xəbər və feil xəbərlərdən lazımlı məqamları saxlayıram sonra. Var, yox, bəs, məcəl, lazım, mümkün. Bunlar predikativ xəbərlər hesabı olunur. Yəni, suala cavab vermədən cümlədə bunlar varsa, altından birbaşa xəbərin xətti qoyuruq. Mənim yaddaşım 3-cü növ təyini sözləşməsidir. Düzdür, 3-cü növ təyini sözləşməsi. Probleminiz varsa, yenə deyirəm, açın qaydını izləyin. Onları bilməsəz, burada çətinlik çəkəcəksiniz. 3-cü növ təyini sözləşməsinin arasına istənilən qədər deməli söz girə bilər. Mənim var, nə? Məlimi burada saxlayıb, yaddaşımı mən necə edəcəm? 3-cü növ demişdik ki, parçalanmır. Araya daxil olan sözlər də istisnalı təşkil etmir. Əslində, burada biz universitet proqramı biraz başqa deyil. Məsələn, orada gözəli götürür, ayrı təzdən parçalayır sözü. Amma bizə hələ ki lazım deyil. Var nə? Mənim gözəl yaddaşım. Bu qədər. Tutalım, deyirəm ki, başqa yazmışam, gərəkdir. Mənə kitab gərəkdir. Səhv edeyim, yəni, bir dəqiqə yazdım. Səhv edib, bu təhlili belə götürmür. Kitab gərəkdir, kimə mənə tamamlıq, belə eləmir. Konkret olaraq, var, yox, bəs, məcəl, lazım, mümkün, bunları gördünüz, bax, gərəkdir. Nədir? Gərəkdir. Düzdür, isim xəbərdir burada. Yəni, sual verəndə konkret olaraq çıxır da, düzdür. Biz gərəyi bir daha hardasa görmüşdük, onu unutmayın. Gərəkdir. Nə? Kitab. Kimə? Mənə. Aydındır? Belə. Yəni, predikativ xəbərlər, söz xəbərlər də deyilir bunlara. Suala cavab vermədən, deməli, nə edir? Xəbər vəzifəsində çıxış edir. Bir də yazmışam, idi, imiş, isə hissəcikləri. Bunlar isə qoşulduğu sözlə birlikdə, deməli, xəbər vəzifəsində çıxış edə bilər. Tutalım, deyirəm ki, Azər sakit idi.
O bayaqki predikativlər başqa məsələdir. İndi sən burada götürüb idini tək belə necə saxlayacaqsın? Olmaz axı. Sakit idi ki, bax bu filan kəs. Aydındır. İdi, imiş, isələr qoşulduğu sözlərlə birlikdə xəbər vəzifəsində nə edəcək? Çıxış eləyəcək. Bir də var bizdə məsəl üstü istə feili var. Tutalım deyirsən ki, mən məsəl üstə istə. Mal üstə isə. Tutalım deyirsən ki, mən yaşamaq istəyirəm. Əgər məsələrin üzərinə istə feili gəlibsə, istəmək məsəllərində, bu da elə məsələdir. İstə feili gəlibsə, məsələrin üzərinə, deməli, burada təhlil zamanı parçalanmayacaq. Nə edirəm, istəyirəm, nə yaşamaq için mən, belə artıq alınmayacaq. Nə edirəm, yaşamaq istəyirəm ki, mən. Məsələrin üstünə istə feili varsa, cümlədə xəbər vəzifəsindədir, özü də feili xəbərdir, deməli, və təhlil zamanında parçalana bilməyəcək. Xəbərdən də bu qədər keçdik bir qrupda mübtəda ilə xəbərin uzlaşmasına, əslində uzlaşma əlaqəsini açıb izləyə bilərsiniz bir əvvəlki videoda. Danışmışam, çünki o barədə çox uzun danışmışam hətta. Yenə bir-iki cümlə də deyə bilərəm, problem deyil. Bax, tutalım deyirəm ki, gedənlərin hamısı özüm səhv yazıram. Gedənlərin hamısı gəldilər. Nə etdilər? Gəldilər. Bilirsiniz ki, bu üçüncü növ təhlil söz birləşməsindədir və bayaq da qeyd etdiyim kimi sinif şamartı bir hissəsi. Deməli, üçüncü növ təhlil söz birləşməsi təhlil zamanı parçalanmayacaq. Aydındır. Nə etdilər? Gəldilər kim? Gedənlərin hamısı. Amma mən sizə deyirəm ki, burada uzlaşma əlaqəsi pozulur. Sən deməlisən ki, artıq, sən deməlisən ki, əsas və asıl tərəflərə mən fikir versəm, axı bu təkdədir, aydındır. Bu təkdədir, əsas tərəfi mən təkdə qalıb boynu bükül. Bunun ahənginə desəm görəsə doğru olar mı ifadə? Bunun qrammatik göstəricisine uyğun olaraq sən xəbəri təkdə yaxud da cəmdə verə bilərsən. Bunun yox, uşaqlar geçər, gedənlərin gəldilər. O deyil axı, gedənlərin hamısıdır cümlə. Aydındır. Bir də deyirəm. Aslı və əsas tərəfə uyğun olaraq xəbər deməli cəm şəkilçisini götürməlidir. Buradakına görə yox, larlərə görə yox. Aydın sənin üçün əsas tərəfdə olmalıdır. Bu belə. Tutalım, başqa biz uzlaşmada nə deyə bilərik? Gedən mənəm. Gedən üçüncü şəxsdədir, mən birinci şəxsdədir. Mübtəda ilə xəbər arasında uzlaşma pozuldu. Artıq bu barədə də biz danışmışıq. Belə. Hələ ki bu qədər. Bir də var orada məsəl üçün xəbərdən danışanda feil bəzən məcazi mənalı frazoloji birləşmələrlə də ifadə oluna bilər. Məsəl üçün deyir ki, məni fərəh bürüdü. Məni yazım sevinç bürüdü. Əgər bizdə xəbərimiz frazoloji birləşmələrlə məcazi mənada işlənirsə, təhlil zamanı biz onları parçalamalıyıq. Bir götürməyəcəm. Bax, nə etdi? Sevinç bürüdü, kimi məni belə deyil, məsələ belə deyil. Çünki əgər sən bürümək feili, yəni ətrafını dolamaq mənasındasın, müstəqildir. Aydındır. Biz adətən öyrəşmişik ki, frazoloji birləşmələr təhlildə parçalanmır, bölünmür. Amma burada sevinci fərəhlə əvəz edə bilərsən, məni kədər bürüdü, iraq olsun deyə bilərsən, düzdür. Ona görə də burada təhlil zamanı parçalanacaq. Bu qəbuldən olan deməli fikirlər. Belə məncə hər şeyi deməyə çalışdım, toparladıq. Yenə də deyirəm, bir əvvəlki videomuzda uzlaşma əlaqəsindən danışanda mübtəda ilə xəbərin uzlaşmasından daha geniş şəkildə mən orada danışmışam. Bu günlük bu qədər. İzlədiyiniz üçün sağ olun. Bir növbəti izahda inşallah görüşmək ümidi ilə hələlik.